mən əsasən likvidity swiftləri qızıl və Nasdaq üzərində ən çox istifadə edirəm. Çünki marketdə hərəkət edən zamanı yanacaq nədir? Likvidlidir, düzdürmü? Və yaxud da bizim balansımızdır, və yaxud da bizim stoplarımızdır. Bunu burada təmizləyib, bütün stopları partlayıb, artıq əks istiqamətə getməsinə likvidity swift deyir. Likvidity swift olduqdan sonra market structure shift, yəni qırılma, sonra burada FVC-miz var, FVC və yaxud da PDRA, ola bilsin order block, FVC, imbalans, trend dəyişimimizdə retracement və ya retracement. Yəni, burada bir likvidity swift olduqda bədənlə də bağlaya bilər. Burada təmizlədikdən sonra FVC gəlmişdir, düşüş yönlü, təmas və yaxud da bunun aşağısında, amma burada bu hadisə baş verməyib, təmizlənib və nə demişdik? Bu bölgənin yuxarısında əgər FVC varsa, bu bizim üçün Civic bölgəsinə daha uyğundur. Əgər bundan aşağıda olsaydı və yaxud da təmas halında olsaydı, bu nə olacaqdı millət? Run olacaqdı.